hazır, üstəgəl də yüksək qiymətlərə. Vəd edilir ki, bunlar sizi sağaldacaq. Bir məsələ var. Bizə sağlamlıq bəxş olunur və illər ərzində bizim yaşayışımız, davranışlarımız və bəzi genetik problemlər və çevrəsəl faktorlar sayəsində bizim sağlamlığımızda müəyyən dəyişikliklər baş verir və bəzən xəstəliklər ortaya çıxır. Və akut durumlar istisna olmaqla və genetik xəstəliklər xaricində bu durumların ortaya çıxması üçün uzun zaman tələb olunur. Və əgər bu durum uzun zaman ərzində yaranırsa, necə olar ki, bir neçə dənə kapsul atmaqla bu problemlərdən azad ola bilərsiniz? Təbii ki, bu tamamilə absurd bir şeydir. İnsanın bir xəstəlikdən sağalması və yaxud da bir xəstəliklə olan yolculuğunda ona fayda eləyən şey özünə qarşı sevgi, qayğı, mərhəmət hissləridir. Məhz bu hisslər sayəsində biz özümüzü də müəyyən qədər təbii ki, tibbin köməyi ilə sağalda bilərik. Amma bunun üçün zaman lazımdır və bunun üçün heç bir möcüzəvi kapsul yoxdur. Bu kapsullar